Yəni açığı hələlik ki, NATO monolit bütöv bir hərbi təşkilatdır. Ən kiçik NATO dövlətləri olan Baltikanın dövlətləri birinə belə hər hansı hücum NATO-na hücum deməkdir. Bəlli bir maddə işə düşür həmin vaxtı və NATO ölkələri dərhal avtomatik Rusiya ilə müharibə elan olma səviyyəsinə gəlib çıxarır. Mən düşünürəm ki, Rusiya bu riskə heç vaxt gedə bilməz. Rusiya üçün bu ölümcül bir təhlükədir. Yəni NATO ölkəsini gedib anneksiya eləmək, yaxud da orada müharibəyə başlamaq nə deməkdir? Yəni indiki halda hələ ki NATO öz qüvvəsini, öz gücünü, qüvvəsini, yəni o birliyini saxlayır. İndi gələcəkdə nə olacaq, nə olmayacaq o bir ayrı məsələdir. Amma Avropa İttifaqı doğru vurulursunuz. Hazırda Amerikanın siyasətinin, Ukrayna siyasətinin, daha doğrusu Trump administrasiyasının Ukrayna siyasətindən çox narazıdır və narazı da ondan ibarətdir ki, gələcək üçün əgər bu proses davam eləyərsə, Rusiyanın həm iqtisadi, həm hərbi cəhətdən ciddi güclənməsinə gətirib çıxara bilər ki, təbii ki, Avropa İttifaqının özü təhdidlə üzləşə bilər. Əgər Trump'ın dediyi kimi gələcəkdə ümumiyyətlə NATO'nun özündən çıxma məsələsi ortalıqda qala bilərsə, bu o deməkdir ki, Avropa İttifaqı ölkələri Rusiyanın üzrə qala bilərlər. Ona görə də təbii ki, indiki halda hələ Avropa İttifaqı dövlətlərinin hərbi potensialının, özlərinin müstəqil hərbi potensialının, ciddi potensialının formalaşdırılmadığı bir halda, biz ki, NATO'dur bu məsuliyyət daşıyan ora və o NATO'nun da hərbi gücünün böyük əksədə ABŞ-dır. Ən az 3-4 il vaxt, 5 il vaxt lazım olacaq ki, o İttifaq özünün hərbi gücünü yaratsın. Sabah istənilən bir prosesdə Amerikada NATO'dan çəkilərsə, ciddi bir problem yarana bilər Avropa İttifaqının. Ehtimallardır dediyimiz. Təbii ki, Avropa İttifaqı da bu ehtimalları təhlükə kimi görür, amma əsas hədəfləri sözsüz ki, Ukrayna kimi bir dövlətin indiki halda alçaldıcı şəkildə atəşə getməsinə mən hesab edirəm ki, doğru olaraq etirazlarını bildirirlər. Yəni bu şəkildə heç bir ərazi işğal olan dövləti bu şəkildə özünün hamisi, özünün ciddi olaraq müdafiə edən bir dövlət bu şəkildə ölkəni kapitulyasiya altında sürükləməz. Mən elə düşünürəm ki, gələcək üçün proseslərin fərqli yönümə dəyişməsi qaçılmaz olacaq. Amma bu yaxın zamanlara deyə bilmərəm. Hətta aprelin 20-sinə qədər atəşkəsin olacağına da mən inanmıram. O vaxta qədər hələ bir mənalı müharibə davam eləyəcək. Rusiya maksimal şəkildə əldə eləməyə çalışacaq nələrsə. Sonraki etapda baxılacaq indi necə olacaqsa. Bu gün heç deyə bilmərik bununla bağlı.